İşarə dili eşitmə və danışma məhdudiyyətli şəxslərin əl hərəkətləri, dodaq oxuması və üz mimikaları ilə qurduqları dialoq dilidir. İşarə dilinin də digər sözlü dillər kimi qrammatikası var. Bugün dünyada 138 ilə 300 arasında işarə dili istifadə olunur. İşarə dilini rəsmi dövlət dili olaraq qəbul edən ölkələrin sayı dünyada 19-a çatıb. Eşitmə məhdudiyyətlər 5-6 yaşlarına qədər bu dili öyrənməsələr, daha sonra həm işarə dilini, həm də digər dilləri öyrənmələri çətinləşər. Beynəlxalq görüşlərdə iştirak edərkən eşitmə qabiliyyəti zəif olan insanlar tərəfindən istifadə olunan beynəlxalq işarə dili də var. Azərbaycan işarə dilinin üstün cəhəti odur ki, tək əllə çox söz və ifadə göstərmək mümkündür. Hər işarə dilində olduğu kimi bizim dildə də ilk olaraq hərflər ən birinci öyrənilən mövzudur. Bununla bərabər işarə dilində köməkçi nitq hissələri, şəkilçilər demək olar ki, istifadə edilmir. Daha qısa və aydın cümlələr qurulur. Əgər bir sözün hərəkəti yoxdur və ya çox çətin söz cümlədirsə, ya hərflərlə deyilir, ya da sinonim və ya alt mənasına uyğun tərcümə edilir. Azərbaycanda təxminən 31 min eşitmə və danışma məhdudiyyətli insan var. Dövlət onlara xüsusi qayğı göstərir. Ölkəmizdə təhsil sistemi üzrə sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakı şəhəri 2 nömrəli internat tipli xüsusi ümumi təhsil məktəbi və Bakı şəhəri 3 nömrəli internat tipli xüsusi ümumi təhsil məktəbi fəaliyyət göstərir. Son 10 ildə eşitmə və nitq məhdudiyyətli şəxslərlə bağlı xeyli layihələr həyata keçirilir. Müxtəlif təhsil ocaqlarında, universitetlərdə məlumatlandırıcı təlimlər, tədbirlər təşkil edilir. Görkəmli şəxsiyyətlərin iştirakı ilə şeir günləri, uşaqlar üçün jest dilində nağıl günləri, işarə dilində tərcümə edilmiş filmlər təqdim olunur. Eləcə də jest dilinin düzgün öyrədilməsi baxımından jestdili.az saytı və Jest Plus mobil tətbiqi də bu dili öyrənmək istəyənlər üçün ən yararlı metodlar sırasındadır. Ölkənin qabaqcıl şirkətləri ilə bərabər jest dilində eşitmə məhdudiyyətli şəxslərə doğru xidmət göstərmək üçün atılan addımların sayı günü-gündən artmaqdadır. Beynəlxalq forumlar, layihələr çərçivəsində xeyli işlər görülür. Ölkə miqyaslı mədəniyyət festivalları, rəsmi tədbirlər və görüşlər keçirilir. Eşitmə məhdudiyyətli şəxslər yalnız təhsil, mədəniyyət incəsənət sahəsində deyil, idman sahəsində də uğurludular. Onlar bu ildə fərqli ölkələrdə qazandıqları medallarla səssizlikdə yeni bir cığır aça biliblər. 2025-ci ildən etibarən Azərbaycan Respublikasının dövlət prezidenti hörmətli İlham Əliyevin imzaladığı sərəncama əsasən jest dili rəsmi dil olaraq tanındı və bütün kanallarda xəbərlərin jest dilində tərcümə ilə təqdim edilməsi rəsmi olaraq qəbul edildi. Görülən işlərin, atılan addımların hər biri bir meyara, bir hədəfə xidmət eləyir. Biz bir cəmiyyətin fərqli nöqtələrində olan, amma heç bir fərq olmadan bütün əngəllərə qalib gələn üzvləriyik. Bunu bir zəncir olaraq birləşdirmək, bu zənciri genişləndirmək də bizim əlimizdədir. İllərdir fərqli layihələrlə yaratdığımız, möhkəmləndirdiyimiz bu birlik halqasını bugün də sizin toxunuşlarınızla daha da qırılmaz edəcəyik.